Bu dərsimizdə JavaScript və HTML arasındakı əlaqələr haqqında danışacağıq. Yəni, bura qədər biz JavaScript üzərində çox mövzuya toxunmuşuq artıq. Sadəcə olaraq biz HTML-də olan heç bir elementimizə müraciət edib üzərində bir dəyişiklik edə bilmirik. Yəni, JavaScript-i ayrılıqda öyrənmiş olmuşuq. Bundan sonra artıq yavaş-yavaş başlayacaq HTML elementlərinə müraciət edərək onlar üzərində dəyişikliklər etməyə, yəni JavaScript-in web tərəfində görə biləcəyi işlər haqqında danışmağa. Ki, buna JavaScript-də DOM JavaScript deyirlər. Yəni, HTML elementlərlə işləyə bilməyimizi DOM JavaScript vasitəsilə reallaşdırmış oluruq. Yəni, əslində yeni bir bölmə deyil, xüsusi bir ad deyil. Sadəcə olaraq bu şəkildə adlandırılıb bölmə. Həmin bölməmiz, yəni HTML-ə müraciət bölməmiz. Document Object Model deməkdir, səhv eləmirəmsə və üzərindən davam eləməyə başlayaq. Biz CSS dərslərində nə etmişdik? HTML elementlərinə müraciət edib onlara dizayn verməyə başlamışdıq və bunun üçün bizim selektorlarımız mövcud idi. Hansı ki, nöqtə ilə klasslara, heç nə yazmadığımız halda, məsələn, H1 yazaraq headerlarımıza, yəni taglərimizə daha doğrusu müraciət edirdik. DS-də yazaraq ID-lərə və attributlara da müraciət formalarımız mövcud idi. Eyni halda bizim HTML-dən götürmək üçün JavaScript-də də bir selektorlarımız olmalıdır. Bunun üçün Document başlığından istifadə edirik. Document bizim HTML, yəni bağlı olduğumuz HTML səhifənin tamamını öz içərisində saxlamış olur və daha sonra get element by id document nöqtə get element by tag name document nöqtə get element by class name document nöqtə get element by name document nöqtə query selector və document nöqtə query selector all haqqında danışmağa başlayaq. Hər birini komment atacağım, bir-bir üzərindən keçəcək. Tamam. İlk öncə başlayaq, get element by tag name üzərindən. Birinci sıraya qaldırıram, keçirəm bu tərəfə. HTML-də 3 dənə H1 formalaşdırıram və içərisində header 1, header 2 və header 3 yazıram. JavaScript-imizdə gördüyümüz kimi bağlıdır. Gəlirik buradan. Deyirik ki, bir let header istəyək, bərabərdir. Document get element by tag name mötərizədə dırnaqda, fərqi yoxdur yenə də hansı dırnaq olmağının H1. Və daha sonra burada yazdığımız, götürüb mənimsətdiyimiz məlumatları bir konsola verə baxaq. Gördüyümüz ki, artıq konsolumuzda HTML collection deyə bir şey mətn yazılmış oldu və bu bir array'dir, yəni bir çoxluqdur. Collection'dır, HTML collection. Yəni öyrəndiyimiz çoxluqlardan demək olar ki, heç bir fərqi yoxdur. İçərisindən nə görürük? 3 dənə H1 görürük. Üzərində saxladığımız zaman artıq yuxarıda elementlərimizin hansının olduğu göstərir və length bərabərdir 3 olaraq da görürük ki, bunun içərisində 3 dənə, yəni header'ın içərisində 3 dənə elementimiz mövcuddur. Daha sonra bu header'ın içərisinə müraciət edəndən sonra nə edirik? Bu header'ın içini dəyişməyə çalışırıq və bunun üçün də öyrənməli olduğumuz hissələr var. Bunlardan biri inner text, ikincisi inner HTML və üçüncüsü text content olmuş olacaq. Bunları da komment ataq, bir-bir istifadə etməyə başlayaq. Headers'ın kvadrat mötərizədə neçəncinizə müraciətimizi yazmalıyıq artıq. Çoxluqlarda olduğu kimi. Sıfırıncısının nöqtə ən sadə variant inner text bərabərdir. Dırnaqda yazaq bura new header. Save edirik. Gördüyümüz kimi artıq nə baş verdi? New header sözümüzü biz HTML-ə yerləşdirmiş olduq. Yəni biz nə edə bilirik? HTML-də olan bir elementimizin içərisindəki sözü dəyişə bilirik. Və yaxud da bunu birincisi eləsək, artıq buranı dəyişmiş olacaq. Bu şəkildə müraciət edərək HTML elementimizin içərisindəki sözü dəyişə bilərik. Bir də var inner HTML, bunu da tanıyaq əvvəlcə. Məsələn, biz inner textin içərisində gəlib bir i-tag açmaq istəsək, i-tag açıram və burada da i-tagini bağlayıram. Bu şəkildə save elədiyimiz zaman bu bir text olaraq başa düşüləcək. Əgər biz bunun HTML olaraq başa düşülməyini istəyiriksə, inner HTML demiş olacaq və artıq italik mətnə çevrilmiş olacaq. Inspect element edərək baxası olsaq bura, görərik ki, H1-in içində bir i-tagi açılıb. Yəni, nə edə bilirik? Inner textin inner HTML-dən fərqi odur ki, biz HTML elementlərini burada inner hissəsinə əlavə edə bilirik. Text content haqqında danışaq.
Text content dediğimiz zaman da görürsünüz ki inner textdə olduğu qaydada yazılıb. Əslində inner text və text content arasında çox da ciddi fərqləri yoxdur. Kiçik çox sadə fərqlər var. Bunlardan məsələn biri belə bir şey göstərək. Tutaq ki biz yazmaq istəyirik. New header deyək yenə. Bu şəkildə yazdığımız zaman gördüyümüz kimi yazılırdı bura. Biz burada belə bir şey eləsək, /n yazsaq bura. Bu enter olaraq başa düşülür. Inner text olduğu zaman təbii ki. Inner text eləyək. Bunda da comment elə ki. /səhv qoymuşuq deyəsən. Bu şəkildə yazmalıyıq. Bəli. /n yazdığımız zaman bir enter olaraq başa düşülür artıq bu. Amma biz bunu content text edə bilmirik. Content text edədiyimiz zaman bu nəzərə alınmır. Yəni ən sadə fərqlərindən biri budur. Yəni, bu şəkildə yadınızda saxlaya bilərsiniz. Çox da dediyim kimi çox da ciddi böyük fərqləri yoxdur. Ona görə də çox da takılmağa ehtiyac yoxdur. Biz onu sadəcə inner text ya da inner HTML istifadə edirik. Tamam. Bunlar haqqında danışdıq. Bir də inputlarımız vardı, hansı ki bizim form elementlərimiz. Onların açılış bağlanışı olmurdu, amma içərisində söz yazıla bilirdi. Yəni inner text, inner HTML vasitəsilə açılışı və bağlanışı olan istənilən tagimizin içinə nə istəsə əlavə edə bilərik. Amma bırı-hırı var məsələn, onlara bir şey eləyə bilmirik, çünki onların içində söz olmur onsuz da, niyə edək ki? Amma inputlarımız var idi bizim. Məsələn, bir input yaradırıq. Type olsun text. Gələk bura. Gördüyünüz kimi burada bir inputumuz var. Bu inputun içində yazılan söz nə olurdu? Onun value'su olmuş olurdu. Söz yazıram. Gördüyünüz kimi burada yazılmağa başladı. Yəni bunun içində nəsə yazmaq üçün onun value'suna müraciət etməliyik. Və rahatlıqla JavaScript tərəfdə let inputs deyərək inputlara müraciət edib o inputsun bu dəfə value'sunu dəyişəcək. Bərabərdir. Nə istəsə yazacaq. Və inputsun təbii ki sıfırıncısı. Burada bir səhv elədik. Bu şəkildə yazdığımız zaman gördüyümüz kimi nə eləyir? Inputun içərisində istədiyimiz sözü yaza bilirik. Eyni qayda əksinə də aiddir. Yəni, məsələn, istəsək ki, konsola yazaq headersın sıfırıncısının inner textini ya da text contentini, fərqi yoxdur. Bu şəkildə yazsaq, konsolda o sözü görmüş olacaq. Header 1, sıfırıncısını. Və yaxud da birincisini eləsək, gördüyümüz kimi bu şəkildə baxa bilirik məsələyə. Yaxşı. Gördüyünüz kimi, amma nə elədi? Baxın, text contentə müraciət edim. Burada ki, /n yoxdur artıq. Yəni, çünki mənimsə edildiyi zaman, yəni daha doğrusu enter kimi nəzərə alınıb. Çünki konsol bunu başa düşür. Bunu bir inner textlə də yazaq, baxın. Bu şəkildə yazdığımız zaman artıq bu düz bir şəkildə yazılmış olacaq. Yaxşı. Bunlar da başa düşdük. Value-ndə danışdıq. Keçək digər selektorlarımıza. Yavaş-yavaş. Növbəti selektorumuz, bunu silək. Olsun, determinant by ID. Adından olsa da görünür. Bura bir ID verirəm. Head1 deyək. Keçək bura. Head1 deyirik. Və artıq burada headers yox, əslində header olmuş olur. Yəni, variable adıdır, vacib deyil. Sadəcə olaraq burada fərqinə baxsaq, burada get element by ID-dir. Digərlərinin hamısında get elements idi. Nədir bunların fərqi? Bu o deməkdir ki, onsuz da bu təkrarlanmır. Yəni ID HTML səhifəsində danışmışdıq. Təkrarlana bilməz, çünki identifikasiyadır. Artıq burada da buna ehtiyac yoxdur. Və onun inner textini konsola verə bilirik. İstədiyimiz ID-yə müraciət edə bildik. Əgər bu ID-ni burada təkrarlamış olsaydıq, bu şəkildə eləmiş olsaydıq, baxmayaraq ki, belə bir şey eləmək olmaz. JavaScript təbii olaraq bunu başa düşməyəcəkdi. Daha doğrusu HTML başa düşməyəcəkdi. Və burada fərqli verməyimizə baxmayaraq, bu tərəfdə nə edəcəkdi? İlk qarşısına çıxanı götürmüş olacaqdı. Bunu da yadımıza saxlayaq. Baxın, ID-si ikisində head1-dir. Bu ilk olanı gəlib götürüb çıxıb gələcək. Başqalarıyla işi yoxdur. Ona görə də belə bir şeylər eləməyək. Digərinə müraciət edə bilməyəcəksiniz sonsuzda. Bu sizə error qaytarmır. Yəni fikirləşməyin ki, 0-1 yazaraq müraciət edə biləcək. Class name vasitəsilə orada mənimsədilmiş bir klasa müraciət edirik. Məsələn, class var içərisində. Məsələn, qırmızı deyə bir klass var və bıcı dark deyə bir klass var. Burada text trade danger deyə məsələn. CSS tərəfə keçək, heç yazmasaq da olar, amma nöqtə bıcı trade dark deyək. Burada yazaq ki, background color black. Bir də deyək, nöqtə text trade danger. İçərisinə yazaq, color red tutaq ki. Bunlar da bura mənimsətdik. CSS-imizi də bağlayaq. Ders.css. Gördüyümüz kimi bura mənimsədildi. Və biz JavaScript tərəfdə deyə bilirik ki, determinant by class name. Məsələn, budgetary dark. Nə edəcək? Artıq
Headers'ımızı konsola verəndə bizə bir dənə element qaytarmış olacaq. H1 bir dənədir. Yəni niyə? Çünki orada başqasında yoxdur. Bunu götürək bir də ataq. İstəyirsiniz. Gördüyünüz kimi artıq nədir? 2 dənə element qaytardı. Sıfırıncısı və birincisi. Burada bu şəkildə sıxılıb yazılıb. Yəni bu əslində bir şəkildədir. Müraciətimizi göstərir burada. Hansı elementlərə müraciət olunub. Çox da böyük fərqi yoxdur yəni. Tamam. Bir neçə elementimizə müraciət edə bilirik. Yenə də eyni inner textindən, inner HTML-dən nə istəyirsiniz dəyişə bilirik. By name var. By name-də xatırlayırsınızsa inputlarımızda olan bir şeydir. Name bərabərdir nəsə olurdu? Məsələn, name bərabərdir username. Bu name-dən biz backend tərəfdə istifadə edəcəyik normalda. JavaScript-də və yaxud da CSS-də istifadə eləmirdik. Amma bunu da bilək ki, belə bir şey də eləyə bilirik biz. Çünki backend yönümlü bir JavaScript kodu yazmaq istədiyimiz zaman məlumatları götürüb form tagin içindən götürüb bir API-yə göndərmək istədiyimiz zaman gələcəkdə bundan istifadə eləmiş olacaq. Eyni qaydadan çoxluqdur tag name və ya class name kimi. Keçək query selector və query selector all məsələsinə. Bunlara CSS selektorları deyirlər, yəni JavaScript içərisindəki CSS selektorları. Nə deməkdir bu? Buraları səliqəyə salaq biraz əvvəlcə. Şəklə gətirək. Tamam. Inputumuzu da silək, çox da ehtiyac yoxdur. Gələk bura. Query selector vasitəsilə məsələn nələr eləyə bilərik? Baxın, headers bərabərdir, query selector deyək. Bu şəkildə əvvəlcədən qeyd edək ki, query selector bizə bir cavab qaytarır. Query selector olunan fərqini bu şəkildə göstərəcək. Burada dırnağın içərisində biz məsələn desək ki, H1 və baxsaq, gördüyünüz kimi burada bizə bir dənə H1 qayıtdı. H1'in nöqtə inner texti desək, header 1-i qaytar deməkdir. Yəni query selector burada yazdığım müraciəti əslində bu tag name-i, ID-ni, class name-ni və yaxud da hansısa başqa bir atributla müraciətimizi düzəltmiş olur. Yəni məsələn siz burada ulduz desəydiniz, adi header 1, header 2, header 3 gördüyünüz kimi qaytarmış olacaqdır bizə. Inner text demişik çünki. Aslında bunu da qeyd edək. Bu şəkildə yazdığımız zaman bütün HTML-i qaytaracaq gördüyünüz kimi. Çünki headers nədir? Query selector ulduzlu hər şeyi qaytarmış olacaq. Və yaxud da burada body deyə bilərsiniz. Body tagini qaytaracaq sizə. Və yaxud da burada deyə bilərsiniz ki, H1-lər və H2-lər. H2-miz yoxdur. Olsaydı bunların içərisindən birini qaytarmış olacaqdı. Burada məsələn nədir? Ən ilkini qaytarmış olur. Məsələn, baxın, bunu H2 ilə əvəz eləyək. Save edirəm, H1-i qaytarıb, qaytarıram yuxarı bunu, H2-ni qaytardı. Yəni, yazdığım müraciətlərə gedir, baxır, qarşısına ilk çıxanı götürüb gəlir. Məsələn, klassla müraciət eləmək istəsəz, nöqtə A klassı. Klası A olanı gəlib gətirəcəkdir. Yəni, CSS-də yaza biləcəyimiz bütün cür müraciətlərimizi də burada da yaza bilərik. Məsələn, atributlar müraciətimiz var idi. Type bərabərdir, məsələn, text desəz, nə edirdi CSS-də? Inputun hansıların type textsə ona aid edirdi. Burada da inputların type'ların hansı textsə onları gətirir sizə. Və yaxud da götürüb sinəsə yaza bilirsiniz. Amma birincisi qeyd etdiyimiz kimi və bunu məsələn harda istifadə edə bilərsiniz? Məsələn, burada H1 yazıram və birbaşa ilk H1-i götürüb içərisinə nəsə dəyişmək istəyirsiniz və yaxud da onun üzərində nəsə bir iş görmək istəyirsiniz. Gördüyünüz kimi bu şəkildə bunu rahatlıqla eləyə bilirsiniz. Yəni əslində bunun alternativi olaraq buna ataq kommentə, alternativi olaraq determined by tag name istifadə eləyək. Belə yazanda nə olurdu? Collection qaytardı. Bunun bir dənə sıfırıncısını yazsaydıq nə edəcəkdi? Bu şəkildə qaytaracaqdı. Yəni indi bunu ataq kommentə, bunu çıxaraq. Gördüyünüz kimi yeni şey oldu. Okay. Bunu da yadımızda saxlayaq. Query selectordan məsələn belə bir müraciət gedib elementlərimiz və yaxud da klasslarımızın hamısını tapıb gətirmək yox. Nə etmiş ola bilərik? Gedib elementlərimizə müraciət edib onların ilkini gətirmiş ola bilərik. Hamısını gətirmək istəyirsinizsə də query selector all var bunun üçün. Bu şəkil yazılış bayaqki yazılışımızdan eyni şey olmuş olacaq. Bunu da qaytaraq H1-ə çevirək. H2 qalmasın. Gördüyünüz kimi bu şəkildə gətirib. Məsələn, node list yazır. Node list haqqında biz danışacağıq onsuz da. Bayaq HTML collection yazırdı. Bu dəfə node list yazır. Əslində fərqi yoxdur. Eyni işləri yenə də burada görə bilirsiniz. Onsuz da içərisi eynidir. Tamam. Müraciətlərimiz haqqında bu qədər və müraciətlərimizi elədikdən sonra onlar içərisində edə biləcəyimiz dəyişikliklər haqqında danışdıq artıq. Daha sonra birazdan danışmalıyıq məsələn eventlar vasitəsilə biz bu işləri necə görə bilərik və yaxud da atributları necə dəyişə bilərik, klassları necə dəyişə bilərik.